hamısına artırıla bilər. Sadəcə nə zaman biz ona əmr götürürük? Feilin kökü və yaxud da başlanğıc forması plus yalnızca nə olmalıdır? Şəxs sonluğu olmalıdır. Və məsələn, deyirsən ki, bizə gəlsin. Sözün kökü nədir? Gəlmək. Sın, sin, sun, sün nədir? Sadəcə şəxs sonluğudur. Feilin kökü, başlanğıc forması yalnız şəxs varsa bu nə olacaqdır? Əmr şəkli olacaq. Aydındır. İkinci şəxsin tərkində əmr şəkli ümumiyyətlə şəkilci qəbul etmir. Yəni, sizin şəkilsiz feillərin hamısı nə olacaqdır? Əmr. Gəl, bax, gör, bil, kim? Sən. İkinci şəxsin tərkibi düzdür. Deməli, bunlar hamısı nədir? Əmrdir. Niyə əmrdir? Çünki zaman şəkilsi yoxdur ki, xəbər götürək. Məsələn, lazımın şəkilsi yoxdur ki, lazım götürək. Şəkilcisi olmayan da hansıdır? Əmrdir. İkinci şəxsin tərkində də əmr şəkli, şəxs sonluğu qəbul etmədiyi üçün şəkilsiz feillərin hamısı nə olacaq? Əmr. İndi məsələn, tutaq ki, deyirəm, gəlmə.